Salam hörmətli izləyicilər. Son zamanlar sosial şəbəkə platformalarında Ağdam və Ağdamlar haqqında deyilən hədyan, cəfəng fikirlər, düşüncələr bir Azərbaycan sakini, bir Azərbaycan vətəndaşı olaraq, o cümlədən məcburi köçkün həyat yaşamış bir Azərbaycanlı olaraq məni də narahat edir. Bu, Azərbaycanın milli maraqlarına zidd fikirləri söyləyənlərə və bu kampaniyaya dəstək duranlara həyat tərcümə istinad edərək 10 illər boyu gördüyüm faktlara söykənərək Ağdam və Ağdamlar haqqında, Ağdamın hara olduğunu, Ağdamların kim olduğunu həmin fikrin sahiblərinə, müəlliflərinə bir daha çatdırmağı özümə borc bilirəm. Hələ 1967-ci ildə Xankəndidə dəhşətli bir cinayət hadisəsi baş verdi. Bu hadisə 3 nəfər Azərbaycanlının heç bir əsaslı hüquqi tədbirlər olmadan, heç bir əsaslı istintaq əməliyyat hərəkətləri olmadan və heç bir hüquqi əsaslara istinad etmədən 3 Azərbaycanlının məhkəmə prosesinə cəlb olunması və məhkəmədən sonra öldürülməsi və bunlar azmış kimi onların yandırılması, tanınmaz hala salınması o zaman Sovet İttifaqı üçün ağlasılmaz bir hadisə idi və Sovet İttifaqının o ideologiyasına böyük bir ləkə idi. Qondarma erməni soyqırımının 50-lik ərəfəsində baş verən bu hadisədə ermənilərin niyyəti tək bu 3 Azərbaycanlı öldürmək deyildi. Burada məqsəd Xankəndindəki və o zaman keçmiş Dağlıq Qarabağın Azərbaycanda yaşayan yaşayış məntəqələrdəki Azərbaycanlıları qorxuzmaq və onları buraları tərk etmək üçün bir planlı tədbirlər idi və təbii ki, bu 3 Azərbaycanlı ilə onlar kifayətlənməyəcəkdilər. Növbəti tədbirlərində, yəni cinayət əməllərində digər qanuni cinayətlər də planlaşdırılırdı. Ancaq burada bu hadisələrdə Ağdamın ayağa qalxması və müəyyən o etiraz səsləri erməniləri çox narahat etdi və böyük bir qorxu təşviş yaratdı. Bu hadisələr o zaman səngidi. Təbii ki, mən xüsusi olaraq qeyd etmək istəyərdim ki, o zaman Xankəndinə gəlmiş Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyevin səyi, yüksək çekistlik peşəkarlığı ilə o cinayətkarlar tutuldu və sübut olundu ki, onlar həbs olmasının heç bir hüquqi əsası yoxdur. Bütün bunlarla bərabər təkrar edirəm, o zaman Ağdam xofu, Ağdamlardan qorxmaqları da bu hadisələri səngitdi və onlar növbəti cinayətkar əməllərinə start verə bilmədilər. Və o zamandan Ağdam mənim hafizəmdə həkk olundu. Təbii ki, təkcə bir Azərbaycan rayonu kimi deyil, bir yaşayış məntəqəsi kimi deyil, ən əsası
Xankəndidə yaşayan Azərbaycanlıların dayağı olan bir bölgə kimi Ağdam mənim hafizəmə həkk olundu və böyük sevgilərlə mənim qəlbimə bu rayon adı yazıldı. Və sonraki illərdə də həmişə Xankəndəki ermənilər, yəni söhbət o şovinist ermənilərdən gedir, separatçı ermənilərdən gedir, milli münaqişəni qızışdıran, ona rəvac verən ermənilərdən gedir. Onlar həmişə Ağdamlılardan ehtiyat edirdilər və bu onların Ağdamlılardan ehtiyat etməsi bir çox məkri planların həyata keçməməsi üçün böyük rol oynayırdı. Və bildiyiniz kimi 1988-ci ildə Azərbaycandakı hadisələr nəticəsində Azərbaycan rəhbərliyinin, o zamanki Azərbaycan rəhbərliyinin kifayət qədər zəruri tədbirlər görməməsindən Qarabağda və xüsusən də Xankəndidə baş verən hadisələrdə artıq zaman, hadisələr Azərbaycanın milli maraqlarına zidd cəryan edirdi. Və bu hər addımda da Xankəndəki Azərbaycanlılar üçün böyük həyat təhlükəsi yaradırdı, bir çox problemlər yaradırdı, həm sosial məişət, həm təhlükəsizlik baxımından şəhərdəki Azərbaycanlılar hər an təhlükə ilə üzbəüzdülər. Belə təhlükəli anların biri 1988-ci il mayın 16-sında baş verdi Xankəndi Pedaqoji İnstitutunda. O zaman Sumqayıtdan gələn ermənilər əsasən və şəhərdəki o separatçı qüvvələr instituta hücum etdilər. Burada tək məsələ tədris prosesinin dayandırılması, Azərbaycanlıların tədrisdən uzaqlaşdırılması deyildi, həm də burada bizim tələbə qızlar oxuyurdu. Azərbaycanlı qızlar oxuyurdu Ağdamdan, Bərdədən, Tərtərdən və digər ətraf rayonlardan. Və burada hər cür xoşa gəlməz bizim milli mənəvi dəyərlərimizə zidd hadisələr baş verə bilərdi. Həmin o gün, o mayın 16-sında məhz Ağdamlı müəllimlərin başda böyük ehtiramla həmişə xatırladığımız Tarix Fakültəsinin dekanı Süleyman Zeynalovun rəhbərliyi ilə tələbələr, o cümlədən qızlar təhlükəsizlik şəraitində institutdan çıxdılar və bu elə asan başa gəlmədi. Mən yenə təkrar edirəm, bu Ağdamlı müəllimlərin qətiyyəti və orada tək müəllim kimi deyil, həm də bir Azərbaycan işçisi olaraq ermənilərlə sinə gəlməyi, onlarla üzbəüz dayanmaq, əlbəyaxa olmağı nəticəsində Azərbaycanlı qızlar bu növbəti bir cinayət əməlindən xilas oldular. Və bildiyiniz kimi sonralar da hadisələr artıq ermənilərin xeyrinə inkişaf edirdi və 1988-ci il sentyabrın 20-si, 21-i, 22-si bu ərəfələrdə Xankəndəki Azərbaycanlıların evi yandırıldı. Və mən də aləmlə bu evlər yandırılan günün səhərisi Xankəndini tərk etməli olduq. Və Uca Allahın bir xoşbəxt təsadüf nəticəsində çox ciddi bir təzyiqlərdən xilas ola bildik. Mən o zaman anamla Ağdama gələndə yol boyu fikirləşirdim ki, biz hara gedəcəyik, kimin qapısını döyəcəyik. Məni çox narahat edirdi. Anam çox həyəcanlı idi. Və bu hadisələrdən çox güclü stres keçirmişdi. Ancaq biz Ağdama gələndə tamam bir başqa mənzərənin şahidi olduq. Tanıdığımız, tanımadığımız Ağdamlılar
hamısı bizə qucaq açdılar. Hamısı bizə öz evlərini təklif etdilər və qida ilə, zəruri olan tibbi yardımla bizi təmin etdilər. Və orada nə vaxt soruşuldu, neçə müddət qalacaqsınız. Dedilər, bu evlər, çörəyimiz, bir tikə halal çörəyimiz, süfrəmiz sizə açıqdır. Mən bir daha onda Ağdamın möhtəşəmliyinin, Ağdamın əzəmətinin şahidi oldum və şahidi oldum ki, Ağdam haqqında düşüncələrimdə yanılmamışam. Və sonraki hadisələrdə də bu Ağdamlılar təbii ki, Ağdamın cəngavər olanları, Ağdamın insanları, Ağdam əhalisi, Xankəndəki hadisələr bir yana qala bilməzdi. Yalın insanlar ermənilərlə hesab çəkməyə hazır idilər və yürüyüş etdilər. Qorxmadan. Nə o 366-cı aydan qorxdular, nə orada Sovet ordusunun tör töküntüsündən qorxdular. Orada onların qarşısı kəsildi və bizim Əli və Bəxtiyar, bu Qarabağ hadisələrinin ilk şəhidləri, onlar Əli və Bəxtiyar şəhid oldular. Bu hadisələrdən sonra artıq bir çox o məcburi köçkün həyatının ağrıları artıq bizi öz cənginə almışdı. Bu işdə də, bu problemlərdə, ailə problemlərində, iş problemində, məskunlaşmaq problemində bunlar hamısı bir-birinə qatışmışdı. İndi danışıq bu məcburi köçkünləri qınayırlar. Çox çətin anlar idi. Ümumiyyətlə, hadisələr hara cəryan edirdi, insan anlaya bilmirdi. Və bu çətin anlarda mən yenə də Ağdamın qayğısını gördüm. İşlə təmin olmaqda, Ağdamdan olan Ağdamın ağsaqqallarından olan Zülfüqar Səfərəliyevin oğlu Bəhruz Səfərəliyev öz dəstəyini əsirgəmədi və mən və başqa Xankəndilərin işlə təmin olunmasında, xidmət yerlərinin dəyişilməsində bizə yaxından kömək etdi. Və bu ərəfədə mən digər bir Ağdamlı, bizim hörmətli yazıçımız Bayram Bayramovun rəhbərlik etdiyi Qarabağ Xalq Yardım Komitəsində də müəyyən müddət onun köməkliyi ilə çalışdım. Və beləcə təkrar edirəm, hadisələr Azərbaycanın milli maraqlarına zidd inkişaf edirdi. İndi bu ağzının danışığını, düşüncəsini tənzimləyə bilməyən insanlar deyirlər, Ağdamlar vuruşmuyurdu. Bəs 6500 Ağdamlı harda şəhid olur? Sual edirəm. 6500 Ağdamlı harda şəhid olur? Bu nə deməkdir? Hər 24 Ağdamdan biri şəhiddir. 33.000 Ağdamlı müharibə iştirakçısıdır. Bu nə deməkdir? Hər 4 nəfər Ağdamlıdan biri Qarabağ müharibəsinin iştirakçısıdır. Ağdamın 4000 qazisi var. Hər 39 Ağdamlıdan biri qazidir. Onlar harda qazi olur? O Ağdamlar vuruşmayan deyən və öz adını Ağda Qarabağların adını qarşısına deyən. Utanmırsan bu rəqəmlərdən? Allahverdi Bağırov, Fired Asiyev saymaqla qurtarmaz. Harda vuruşurdular? Rusiyada öz rahat həyatını qoyub Ağdamda vuruşmağa gələn
Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyev harda vuruşurdu, harda həlak oldu? Bunları görməmişsinizmi, eşitməmişsinizmi? O Ağdam haqqında hədyan danışan deyir ki, getmişdim vuruşmağa, Ağdamı görmədin. Vuruşsaydın görərdin. Sən vuruşsaydın, Ezamətin təkcə başa vurub Bakıya, nə harasa qayıtmasaydın, görüşərdin. 6500 şəhidin həlak olmasının şahidi olardı. O 33.000 müharibə veteranı var Ağdamın. Necə oldu ki, bunların birini görmədin sən? Rayonları sadalayırsan, deyirsən ki, filan neçə rayonun 4000 şəhidi var. O neçə rayonun hamısına böyük ehtiramla yanaşırıq. Hamısının ruhu qarşısında baş əyirik. Ancaq o rəqəmidən müqayisə edirik ki, tək elə Ağdam kaxı 7000-ə yaxındır. Bu Qarabağların adına qarşısına o sözü işlətməklə, o sözü təkrar edə bilmirəm. Bəs bu utanmadınmı Qədir Üstəmovun səsindən, utanmadınmı Arif Babayevin səsindən, utanmadınmı Sədinin səsindən, Səxavətin səsindən? Qorxmadınmı Seyid Lazım Ağanın cəhdindən, kəramətindən, Seyid Fuharanın cəhdindən, kəramətindən? O böyle ziyalılar getiren Rafiq Əliyev kimi dünya şöhrətli ziyalımızı tanımadın mı? Necə o sözü Qarabağların adına yazırsan? Yəni, məcburi köçkünlərə deyirsəniz ki, çıxın gedin. Niyə getməlidir? Ümumi liderim Seyid Əliyev həmişə qayğı göstəribdir. Onların yaşaması üçün, işləməsi üçün, məskunlaşması üçün bütün dövlət tədbirlərini həyata keçiribdir. Onun ideyalarını tapdalamaq mı istəyirsiniz? Bu yaxınlarda cənab prezidentimiz Ağdamda adamlarla görüşdü. O mehriban görüş, o ünsiyyətin, o ali zirvəsi olan görüş, o mərhəmətli doğma görüş. Qısqanır mısın ona? Hə? Xoşunuza gəlmirmi? Cənab prezidentimiz bu Qarabağın geri alınması üçün bütün zəruri tədbirləri qətiyyətlə həyata keçirən İlham Əliyev dəfələrlə deyib ki, zəfərimiz ordu, xalq, dövlət birliyinin təntənəsidir. Bu birliyin nəticəsidir. İndi bu birlik xoşunuza gəlmirmi? Azad olan torpaqlarda erməni yoxdur. Bunu qəbul etmirsiniz. Məcburi köçkün pul qazanacaq, Ağdamı da pul qazanacaq, maşında satacaq, evdə satacaq. O satır bütün Azərbaycanın qanunlarına uyğun edir. Qanunvericidə nə tələb var, vergi qaydana nə tələb var, onlara uyğun edir. Pul qazanmaq, ticarət eləməkdən nə vaxtdan günah olubdur? Bizim Peyğəmbərimiz, Ulu Peyğəmbərimiz Məhəmməd Peyğəmbər də ticarətlə məşğul olubdur. Burada nə günah var? Bacarsın, kim bacarır, yesin, eləsin. Azərbaycanda alver eləmək üçün, ticarət eləmək üçün, biznes qurmaq üçün heç kimə problem yoxdur. Əgər bunu siz kimsə qısqanırsınızsa, bu sizin probleminizdir. Niyə başqa bölgələr də eləyir də, onun kimi qaçqınlar da, məcbur köçkünlər deyil. Burada nə qəbahət var? Mən əminəm ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında birləşən Azərbaycan xalqı bundan sonra da o dəmir yumruğun ətrafında səfərbər olacaq. Bizim 44 günlük müharibədə, ondan sonra o bir sutkalıq antiterror əməliyyatında qazandığımız zəfərlər və bu zəfərlərin təməl daşı olan Azərbaycan xalqının birliyi heç kim tərəfindən sarsılda bilməz. Bundan sonra da
Azərbaycanın bütün bölgələri bir-birinə qardaşdır. Biz bir millətin övladlarıyıq və elə bu bir olmağımız o zəfər saadətini bizə yaşatdı və bunu arzu etməyənlər, bu zəfər saadətinin sevincinə kölgə salanlar heç zaman öz niyyətlərinə nail ola bilməyəcəklər. Heç bir zaman Azərbaycan xalqı istər Qərbi Azərbaycandan olan həmyerlilərimiz onların birliyinə, onların dövlət başçımız ətrafında birləşməsinə heç kim mane ola bilməz və bunu istəyənlər bu Ağdam söhbətində salmasınlar ortalığa. Ağdam haqqında danışmaq üçün, Ağdam haqqında danışmaq üçün ən azı Ağdam qədər əzamətli olmalısan, Ağdam qədər füsunkar olmalısan, Ağdam qədər cazibədar olmalısan. Əgər bu yoxdursa, get Ağdam yox, A hərf deməyə haqqınız yoxdur. Ağdamın adını çəkəndə biraz düşünün, biraz daşının. Unutmayın ki, 1988-ci ildən üzü bəri Qarabağ ağrılarının yükünü ən çox çəkən Ağdam olubdur. Ağdam Xocalı faciəsinin yükünü sinəsində daşıyıbdır. Xocalı şəhidlərimiz Ağdamın məscidində yuyulub. İslam qaydaları ilə, İslam ənənələri onlara müvafiq tədbirlər görülübdür. Bunları unutmayın. Hörmətlə istefadə olan polkovnik, əməkdar jurnalist, 1-ci Qarabağ müharibəsi veteranı, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev.